Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Bu videoda çox dadlı ətli pide və ətli dovğa hazırlayacağım. Keçirik pidenin xəmirini hazırlamağa. Qaba əlavə edirəm 2 yemək qaşığı şəkər tozu, 1 yemək qaşığı duz, 1 yemək qaşığı maya, 1 stakan ilıq süd, 2 stakan ilıq su töküb qarışdırıram. Və bura 7 stakan ələnmiş un əlavə edib xəmiri yoğururam. Yoğurduğum xəmirin üzərini örtüb 1 saat mayalanmağa qoyuram. Burada götürmüşəm 3 ədəd yaşıl bibər, 2 ədəd qırmızı bibər, 1 ədəd pomidor, 1 ədəd baş soğan, 2 diş sarımsaq blenderdan keçirtmişəm. Bura əlavə edirəm 400 qram yağlı çəkilmiş ət, 1 dəstə doğranılmış cəfəri, zövqə görə duz, qara və qırmızı istiot, paprika və 100 ml su töküb qarışdırıram. Mayalanan xəmiri əlimlə biraz ovxalayıb mayasını alıram. Və hardasa 10-12 kündəyə ayırıb, kündələyib, padnosa yığıb, üzərini örtüb 15 dəqiqə gözləyirəm. Dəzgahın üzərini unlayıb, kündələri bir-bir bu formada əlimlə atıb, üzərinə 1 yemək qaşığı ətli qarışımdan qoyub, hər tərəfə bərabər şəkildə yayıb, soba listinə yığıram. Soba listinə yığdığım pidələrin üzərini salafanla örtüb, yenə bir 15-20 dəqiqə saxlayıram. $20 dəqiqə keçdi, xəmirin kənarlarına yumurta sarısı çəkib, öncədən isidilmiş 190 dərəcəli sobada 20 dəqiqə ərzində bişiririk. Pidələr nazik olduğu üçün sobada çox saxlamırıq ki, xəmir quruya bilər. Keçirəm dovğanı hazırlamağa. 1 litr yarım qatıqdan hazırlayıram. Qaba tökürəm 1 ədəd yumurta, 1 yemək qaşığı un, 1 armudu stakan yuyulmuş yumru düyü və bura əvvəlcə 1 stakan qatıq əlavə edib, bunları bir yerdə yaxşıca çalıram. Sonra əlavə edirəm götürdüyüm qatığın hamısını və yenə yaxşıca çalıram. Hazırladığım məhlulu qoyuram ocağın orta xodunda, üzərinə əlavə edirəm 3 stəkan qaynar isti su və qaynayana qədər əlimi dayandırmadan qarışdırıram.
Dəyərli izləyicilər, mən qaynar isti su tökdüm, amma siz soyuq su da tökə bilərsiniz. Dovğamız artıq qaynayır. Bura əlavə edirəm fındıq boyda xırda ət küftəciklərini. Bir balaca qarışdırıb ocağın xodunu biraz azaldıram. Əlavə edirəm zövqə görə duz. Bir qədər keçdi, ətlərin bişməyini dovğanın üzərinə çıxmağından anlayırıq. Bura əlavə edirəm bişmiş noxud və yenə bir 15 dəqiqə qaynamağa buraxıram. Dəyərli izləyicilər, mən vitamini tam ölməsin deyə ocağın altını söndürüb xırda doğradığım göyərtini tökürəm. Amma siz istəsəniz 5-10 dəqiqə də bişirə bilərsiniz. Götürdüyüm göyərti hərəsindən bir dəstə olaraq keşniş, şüyüd, göy soğan, dağ keşnişi, kəröz və yaşıl sarımsaq götürdüm. Siz də zövqə görə istədiyiniz göyərtini əlavə edə bilərsiniz. Artıq pidəmiz də, dovğamız da hazırdır. Hər ikisi də çox dadlı alınıb. Sizlər də hazırlayın dəyərli izləyicilər. Göz haqqınızı halal edin. Sağ və salamat qalın.